Salam əziz dostlar, hörmətli kanal izləyiciləri, hər birinizə kanalımızda xoş gördük. Bugün mən Tərlan, sizləri Binə qəsəbəsindən salamlayıram. Gününüz uğurlu, ruzlu, bərəkətli olsun inşallah. Gözəl 2 mərtəbəli evin çəkilişinə gəlmişəm. Çox vaxtınızı almayacağım inşallah. Binanın əsas girişində Tam Store yeni mağazası açılıb. Binanı tanıyanlar bilir. Marketə tam yaxın, əsas yola yaxın məktəbə, həm 149 nömrəli məktəbə, həm 88 nömrəli məktəbə tam yaxın bir ərazidə yerləşir. Binanın əsas yoluna 200 metr məsafədə yerləşir. 2,6 sotda torpaq sahəsi 130 kvadratdır. Evin içərisində inşallah bütün otaqlarla tanış olacağıq. Hal-hazırda həyətdəyik. Son işlər gedir. Həyətin tarsovkası vurulacaq, yəni divarların rəngi vurulacaq. Tamı tikib qutarıb və işıqlandırılma da qoyulacaq həyətə. Sadəcə hava şəraiti ilə bağlı biraz işlər dayandırılmışdı. Yəni bu vəziyyətdə çəkim. Ev 4 bir tərəfdən ayrıdır. Yəni hasarın üstündə inşa olunmayıb. Görürsünüz bax burada yeri. O tərəfdən də göstərəcəm inşallah. Bütün dövlət kanalları var. Şirin suyuna qədər var. Bax hal-hazırda şirin su həyətdə də kran qoyulub. İş yönümündən ötürü varıdır. Dövlət şirin suyudur. Hər mərtəbə monolitdir. 1 ilə 2 arasında monolit betondur, istipoldur. Yəni, baxın, hasarın üstündə inşa olunmuyor. Və həyəti. Keçək, evlə tanış olaq. Ya Allah, salam əleykum, xoş gəlmişsiniz. 4 otaqda əziz dostlarım. Dəhliz, gizli işıq, spot işıqlar, istipoldur, monolit istipoldur. Sol tərəfdə yerləşir mətbəx, geniş mətbəxi var. Və sağda yerləşir bizim qonaq otağı, genişdir. Şəbəkə panorama pəncərə ilə, spot işıqlardır, lüstürdür. Tvistnet yeri yıxılıb, yanlar işıqlar da qoyulub. Kondisioner üçün ayrıca xətt çəkilib. Bura birinci mərtəbənin sanitar sanuzeli. Çox genişdir. 1,60-ın 3,30'adır. Yəni uzunluğu 3,30, eni 1,60. Belə izah edeyim də. Burada bu hissədə olacaq duş kabin. Burada olacaq unitaz və əl üzü yan. Yəni, qəşəng, genişdir. Və ikinci mərtəbə ilə tanış olaq. Burada pləkanın altı, kombi sistemi yığılıb, bax, burada. İstefonun tənzimlənməsi oradandır, birinci mərtəbənin. Pləkanlardakı təbii ki, monolitdir. Və evin bütün, belə deyim də, tikilişini hamısını təqdim edə bilərik. Betonudur, istifadə olunmuş materiallardır hamısı. İkinci mərtəbədə 3 yataq otağıdır. Birinci yataq otağı. İkinci yataq otağı. Və üçüncü yataq otağı. Yeni təmirdən çıxıb, yaşayış olunmuyor. Burada aşağıdakı sanitar sanuzeli kimi eyni ölçüdə ikinci mərtəbənin sanitar sanuzeli. Və deyim ki, sanitar sanuzelin bütün aksesuarları qoyulacaq, kombidə qoyulacaq və evdə ev sahibi 4000 manatlıq mebel hədiyyə eləyəcək inşallah. Hər kim alsa, o mebeli ona hədiyyə eləyəcək. Və evin balkonu. Çarlığa çıxış buradan. Çıxıb çarlığa baxa bilərsiniz, çornopol var. Həyətin birdən buradan çəkeyim. Genişdir. Qəşəngdir. Start qiyməti 145 min Azərbaycan manatına. Real alıcı ilə təbii ki, endirim mümkündür. Nəqd və ipoteka ilə ala bilərsiniz, kupçalıdır. Dediyim kimi, sanitar sanuzeli bütün aksesuarları qoyulacaq. 4000 manatlıq mebeldə hədiyyə olunacaq inşallah. 145 min Azərbaycan manatına. İnşallah kim bəyənsə buyurub gələ bilər. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti çəkilişlərdə görüşmək ümidi ilə. Sağ olun əzizlərim.